Mən neynəməliyəm ki, 11-ci sinifdə siz məni göndərəsiniz, məsələn, Almaniya, mən Almaniyada təhsil almaq istəyirəm. Elə müraciət olur mu Bəli, sizə? öncədən də müraciətlər eləyə bilərlər. Yəni 9-cu sinifdən, 8-ci sinifdən fərqi yoxdur. Çünki bəzi proseslər var ki, məsələn, deyək ki, tələbə istəyir bir universiteti deyək Almaniyada və onun şərtlərində deyək ki, var dil imtahan nəticəsi almalıdır, daha sonra attestat qiymətləri bu olmalıdır. Biz o şərtləri tələbəyə öncədən aşılayıb tələbəyə məlumatını verməliyik ki, siz bu şərtləri toplamalısınız ki, biz 11-ci sinifin sonunda sizi həmin universitetlərə yönləndirə bilək. Və bunun üçün də tələbələrlə öncədən də danışa bilirik. Konsultasiyamız tamamilə ödənişsizdir, yəni heç bir ödəniş tələb olunmur və onlar o yolda irəliləsin ki, 11-ci sinifə girəndə, 10-cu sinifə girəndə artıq rahat olsunlar ki, deyək ki, biz imtahan nəticəmizi aldıq və artıq universitetə gedə bilərik. Əsas müraciət, belə deyim, hədəf kütləmiz 11-ci sinif attestatını alan və yaxud da almağa hazırlaşan tələbələrdir. Daha sonra deməli, bakalavrın son kurslarında tədris alan tələbələrdir, yenə magistrın son kurslarında tədris alan tələbələrdir. Əlavə olaraq bir şey də qeyd etmək istəyirəm ki, məsələn, universitetini dəyişmək istəyən tələbə ola bilər. Elə şanslar da mövcuddur. Bir ölkədən digər ölkəyə transfer oluna bilər və yaxud da ki, deməli, bölümünü bəyənmir, məcburi məsələn bölüm seçir, ondan sonra bölümü dəyişmək məcburiyyətində qalır. Yəni o tələbələrə də köməklik göstəririk. Biz bütün tələbələrin belə deyim, təhsillərini bitirənə qədər, mümkün mərtəbə işlə təmin olunana qədər yanlarında durmağa çalışırıq.